Kanalıma xoş gəlmisiniz qızlar. Bu günlərim hazırlaşmışam və gedirəm bibim qızı gilə ev gördüsünə. Əslində mən bibim qızının evini görmüşəm artıq, hətta bir neçə dəfə, amma indi böyük bir qonaqlıq verir, ona görə də gedirik ora. Bu arada saçlarım çox xoşuma gəldi. Bugün çox şirin görsənir. Gözümə də kiprik qoymuşam. Bu arada kiprik qoymağın çox rahat bir metodu var. Onu sizə göstərərəm necə qoyuram. Çox rahatdır. Bu arada evdə köməkçim var. Və gözləyirəm ki, o da işini bitirsin. Artıq hər şeyi bitiribdi. Bir yerdə çıxacağıq, bir yerdə gedəcəyik. Yol üstüdür. Ona bir yerdə çıxıram bu günlərim. Və bu arada heç vaxt demirəm, amma bu dəfə demək istəyirəm. Mütləq ki, kanalıma abunə olun və videolarımı da like eləyin. Ümid edirəm bu videoda xoşunuza gələr. Valla bilmirəm, köməkçim bilirmi ya yox, mən video çəkirəm, YouTube'a paylaşıram ya yox. Amma fikirləşəcək ki, bu qız niyə öz-özünə danışır belə. Neysə, kameramı yığışdırım. Qızlar, sizə outfitimi də tez göstərim. Belə mayka giymişəm, jaket. Bu da bacımın verdiyi şalvardı, amma bu dəfə düyməsini görürsünüz belə açıb qatlalamışam. Niyə? Çünki biraz elə bir ki, qarnım biraz da böyüyübdür, azca sıxır məni. Üstəlik biraz uzun yol getməliyəm. Oturanda məni sıxmasın deyə belə eləmişəm. Bunu da buradan bağlayıram. Belə. Süfrəmiz nə gözəldir. Ola, çox şey eləmişsən. Məharətli qadın, gəl elə sən də kameraya. Ay Allah. Cənnətə düşmüşük. Sarıçka, canım mənim, özünü YouTube'da görmək istəyirsən. Ay Hello qızlar, bu günlərim hava çox pisdir, amma çölə çıxmaq istəyirəm nəsə. Bir dənə də video paylaşmalıyam, amma ərindiyimdən inanırsınız heç videonu tamamilə editləməmişəm, yəni bəzi yerləri qalıb. İndi özümü zorla çıxartmaq istəyirəm çölə, hardasa kafeşkadan falan oturum. Çünki evdə oturduqca yatıram, yuxum gəlir, belə biraz pasif oluram, ona görə də çıxmaq istəyirəm. Belə giyinmişəm. Ağ cinsim də S ölçüdür. Qabağını açıq qoymuşam. Burada da yenə bir dənə yaylıq bağlamışam. Bu da mənim puzum. Qızlar, yolda özümü çox pis hiss elədim. Xeyli yol gəldik. Bir 40 dəqiqəlik məsafə var bu kafe ilə aramızda, amma bilsəm də gəzmək istədim. Birincisi çox soyuqdur hava həqiqətən. Düzləyinimi normal giymişdim, amma yenə də çox soyuqdur. İkincisi də ürəyim bulandı. Özümü pis elədim. İndi pis deyiləm, amma bilmirəm indi. Biraz vaxt geçdim, baxın görüm nə olacaq. Hello qızlar, bu günlərim gedirəm emalatxanaya. Yadınızdadırsa o vaxtı emalatxana özümə götürmüşdüm rəsm falan çəkməyə, ev batmasın deyə. Amma hamilə olduğum üçün gedə bilmədim, toksikozum olduğu üçün gedə bilmədim. Ona görə də xahiş elədim ki, veşlərim orada qalsın və dedim özümü yaxşı hiss eləyəndə gəlib götürərəm. Sadəcə olaraq o qədər uzatdım ki, yazılar özləri yazdılar ki, bəs gəlib götürə bilərsiniz, bizə də yer lazımdır. Çünki baxmayın da başqa adamlar gəlir, hərəsi özü ilə öz veşlərini falan gətirib orada qoyur. Mən də dedim ki, hə, gəlim götürüm. Kakraz elə indi fikirləşdim ki, daha yazmışkən ayıbdır da gedim götürüm veşlərimi. Murada da dediyim, indi Murad taksi ilə gedəcək. Mən də buradan gedəcəm. Murad ofisdədir. Nəysə gedib götürüb gətirəcəyik evə.
Hava şəraitinin anormallığına baxında siz. Normal hava istəyirəm. Sevinmişdim ki, hamiləliyimin ən yaxşı dövrləri ikinci trimestri yaz ayına düşür. Bu da yaz. Yəni evdən çölə çıxmaq mümkün deyil, evdə oturmaq mümkün deyil. Küləyin səsindən adam bilmir neynəsin. Hələ 1-2 gündə çox pis olacaq hava. Sabah da belədir. Bu gün də 3-cü gün ayın 29-u ümumiyyətlə yağış deyirlər yenə. Nə vaxt düzələcək hava? Normal hava istəyirəm. Elə makyaj eləmədən çıxdım. Çünki gedib 5 dəqiqə götürüb belə taksi ilə də evə qayıdacağıq. Belə giyindim, jaket giyindim altdan. Üstdən də belə bir üst geyimim var, onu giyindim. Bir-iki dənə də şey qoydum sumkama, paket, böyük yekə bu daşıma şirkətlərinin paketindən birdən nələrsə lazım olar bir yerdə yığmağa. Çünki bilmirəm heç orada nəyim var, yadımda deyil. Neysə, taksim gəlir. Gedirəm. Qızlar, emalatxanadan gələn kimi veşlərin hamısını yerbəyer elədim. Və istifadə eləyəcəyim şeylərin hamısını önə qoydum. İstifadə eləməyəcəklərimi qaldırdım şkafın başına. Təşkil mən yox, Murad qoydu, sağ olsun. Bir-iki dənə şeyləri ortalığa qoymuşam. O da ki, bir dənə budur. Mənim yarımçıq qalmış əsərimdir. Bunu bitirməliyəm. 4 dənə burada göyərçin olmalıdır. Bunun üstünü biraz batırmışdılar. Kraska ilə onu təmizlədim. Yaxşıdır belə. Deyək ki, qızlar, bu. Bunlar üçün də gələcəkdə bəlkə ramka falan elədim, bilmirəm. Bu arada çimdim və saçımı ukladka eləmək qərarına gəldim. 2 gün idi ki, atlas papağı taxmırdım və saçım o qədər pis günə düşmüşdü ki, elə dolaşmışdı ki, yəni saçımı suyun altında zorla açdım və qərara gəldim ki, bu dəfə ukladka eləyim saçımı və ukladka eləyəndə də fikirləşdim ki, yaxşı olar ki, bəlkə Dyson'dan yox, Milla Brush'dan yox, adi fenlə eləyim. Yəni bir dənə Rus bir blogerdə görmüşdüm ki, mənim kimi belə havalı saçlara gərək Dyson falan olmasın, adi fenlə fenlənilsin. Amma qızlar, yadıma düşdü ki, mən niyə illərdir saçımı fenləmirəm. Yəni bu yadıma düşdü. Sağ olsun, qız yadıma saldı. Yəni bu bir zülümdür, həqiqətən zülümdür. İnanırsınız, qolum qırıldı. Yəni çolkamı zorla ukladka elədim. Artıq bilmirəm necə gəldi, ukladka elədim və sizə bir şey deyim, dəymir, həqiqətən dəymir. Gördüyünüz kimi şişib artıq. Güya ki, elə ukladka eləyirdim ki, şişməsin. Amma yəni çox şişib. Adi şiş saçdı. Biraz üst tərəf okeydi. Nəysə, yəni çox peşman oldum. Çox çimdiyimə də peşman oldum. Təzədən tərədim, öldüm, nəfəs-nəfəsə qaldım. Yəni həqiqətən də zülümdür. Bu arada bu pijamkanın içinə zorla yerləşmişəm. Bunu sizə göstərimmi, göstərməyimmi bilmirəm. Bizim bu spotlar hamısı birdən-birə xarab olur, elə bil ki. Nəysə, spotları bu evə köçəndən 4 il olubdu və birdən-birə həm xoldakı spotlar yandı, indi də keçib zaldakılara. İndi burada deyirəm, bəlkə hamısını birdən dəyişdirək. Bir usta çağıraq, hamısını birdən dəyişdirsin. Murad deyir ki, yox, xarab olanları dəyişdirək. Amma əgər mənə elə gəlir ki, onların müəyyən bir ömrü var və o ömürlərini artıq sona gətiriblər və bir-bir xarab olacaqlar. Elə hiss eləyirəm. Ona görə də düşünürəm ki, yaxşı olar ki, elə birdən-birə hamısını dəyişdirək. Baxın. Artıq əynimə gəlmir qızlar. Zorla bir təhər əynimə taxmışam.
Sonra bir tər yerləşmişəm içinə. Bugün idmanım var. O qədər əslində yorğunam ki, heç idman eləməyə həvəsim yoxdur, amma eləməliyəm. Çünki təzə nəsə göndərməlidir. Onda sabah bir gün eləyəcəm. Çalışıram bir gündən bir, 2 gündən bir idmanlarımı eləyim, aksatmayım. Görəndə ki, ümumiyyətlə çox yorğunam, çalışıram bir seriya eləyim, 2 seriya falan eləməyim. Çox özümü yormuram, yəni nə yalan deyim. Neyse, indi bir-iki dənə bir şeylər yazıb olar eləyim, baxım görüm əgər alınsa 2 seriya eləyəcəm, alınmasa 1 seriya məncə bəsdir. Qızlar, növbəti gündən hamınıza salam. Bugün də hava çox pisdir. Bu günlərimdə gördüm ki, ürəyim sıxılır, çox bunalıram. Hava çox pis, çox belə qaradır. Ona görə bacıma yazdım ki, bəlkə gəlim sizə axşam özümüz üçün oturaq. Çünki Murad da bu günlərim evdə olmayacaq. Axşama qədər həm ofisdə olacaq, ondan sonra da elə futbola getməlidir. Futbola da gedəndə saat 12 üçün qayıdır. Nəysə, mən də dedim ki, onda elə mən gedərəm bacımgilə, biraz onunla vaxt keçirək. Çünki ürəyim sıxılır. Evdə təkcə axşama qədər oturmaq istəmirəm. Probkalar başlamamış, çıxacam. Bacımgilə gedirəm deyə adi belə sportivnimi giymişəm. Bu dəst deyil. Gördüyünüz kimi düzdür, belə buraları uyğunlaşır da, amma yəni şey deyil. Dəst deyil. Dərmanımı da götürürəm özümlə, orada içəcəm.